Hər birinizi salamlayıram, xoş gördük. Bugün xəyalın qulaq açılışına yığışmışıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Xəyalın atasına, anasına, cəm şəhidlərimizin valideynlərinə, hər birimizə Allah səbir versin, dözüm versin. Allah qazilərimizə də can sağlığı versin. Sağ olun. Mingəçevi şəhid anaları adına anamıza kiçik hədiyəmiz var, onu təqdim eləmək istəyirəm. Kiçik gülüyor, ondan bak büyük hediye. Bana buyurun. Hamıya sağdan arzulayıram. Biz keçirdiğimiz hissi hiç kəs keçirməsin. Dünyada sülh istəyirəm ki, sülh olsun. Sağ olun. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Sona bacı, Xeyrullah qardaş, qızımız, sizə çoxlu səbir diləyirəm və bu bulağı ərsəyə gətirən Vüsal müəllimə də təşəkkür eləyirəm. Hər zaman şəhid ailələrinin yanındadır. Cavid müəllim sizə də. Kimin əməyi keçib ona. Çox sağ olun. Bir daha bütün şəhidlərimizin ruhu şad olsun. Bütün analara səbir diləyirəm. Salam əleykum. Mən Nurların anasıyam. Hamınız bilirsiniz ki, qoşqarım da birisiyəm. Üzeyrov qoşqarım. Bugün onu demək istəyirəm ki, şəhid bacıları mənim üçün Nərmin, şəhid qardaşları mənim üçün Orxandır. Allah onların hər birinə dözüm versin. Biz anayıq. Necə yaralanmışıq, hamımız bilirik. Amma onlar da bir cürə yaralanır. Ona görə də Allah onlara dözüm versin. Allah həmişə onların yolunu açıq edəsin. Yollarını hamar eləsin, canlarını sağ eləsin. Qarşılarına qoyduqları məqsədə çatmağı Allah nəsib qismət eləsin. Xeyirli övladlar, gözəl insanlar olaraq yaşasınlar. Allah canınızı sağ eləsin. Hamınızı salamlayıram. Allah balamızın yerini cənnət məkan eləsin. Valideynlərinə çoxlu səbir versin. Biz analar üçün ən böyük dərddir, dözülməz bir dərddir ana üçün. Bala vermək. O qapını açanda deyirsən ki, balan gəldi. Amma açırsan balan gəlmir. Onların ana sözünə həsrət qalmışıq. Üzlərinə həsrət qalmışıq. Allah şəhidlərimizin yerini cənnət məkan eləsin. Məqamlarını uca eləsin. Valideynlərinə bol-bol səbir versin.